Fəcr surəsi Məkkədə nazil olmuşdur. 30 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. And olsun dan yerinə, and olsun 10 gecəyə, Zilhiccə ayının 1-ci, yaxud Ramazan ayının sonuncu 10 gecəsinə. And olsun cütə və təkə, and olsun keçib getməkdə olan gecəyə ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız. Məyər bunlarda qiyamətin haqq olması barədə ağıl sahibi üçün and yoxmudur? Ya Peyğəmbər, məyər görmürsənmi ki, Rəbbin nələr etdi ada, Hud Peyğəmbərin ad qövmünə? Sütunlar sahibi və ya sütun kimi uca boylu İrəmə, İrəm cəmaatına, elə bir qövmü ki, məmləkətlər əhli arasında onun kimisi yaradılmamışdı. Məyər görmədinmi ki, Rəbbin nələr etdi, vadidə qayaları oyan Səmuda, Səmud qövmünə? Eləcə də sayısız hesabsız ordular sahibi Firona, o kəslər ki, məmləkətlərdə tüğyan edir, oralarda çoxlu fitnə fəsad törədirlər. Nəhayət, Rəbbin onlara əzab qamçısı indirdi. Şübhəsiz ki, Rəbbin bəndələrinin bütün əməllərini baxıb görür. İnsana gəldikdə, nə zaman Rəbbin onu imtihana çəkib ehtiram etsə, ona bir nemət versə o, Rəbbim mənə ehtiram göstərdi deyər. Amma nə zaman Rəbbin onu imtihana çəkib ruzisini əskiltsə, Rəbbim məni alçatdı, mənə xor baxdı söyləyər. Xeyr, belə deməyin. Doğrusu siz özünüz yetimə hörmət etmirsiniz, yetimin haqqını vermirsiniz. Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. Mirası halal haramına varmadan yeyirsiniz, qadınların, uşaqların paylarını vermirsiniz. Mal dövləti isə lap çox sevirsiniz. Xeyr, yer dağılıb parça-parça olacağı, Rəbbinin əmri gəlib mələklər səhv-səhv duracağı və cəhənnəmin məhşər meydanına gətiriləcəyi gün, məhz o gün insan öz günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası? O, kaş ki mən əvvəlcədən axirət həyatım üçün yaxşı əməllər edəydim deyəcəkdir. O gün Allahın etdiyi əzabı heç kəs edə bilməz. Günahkarları heç kəs onun kimi zəncirləyə bilməz. Qiyamət günü Allah Taala mömin kimsəyə belə buyuracaqdır. Ey öz imanından, əməlindən və Allahın vədindən xatircəm olan kəs və ya ey arxayın nəfs, dön Rəbbinə, sən ondan razı olaraq, o da səndən. Əməli salih bəndələrimin zümrəsinə daxil ol. Onlarla birlikdə cənnətimə varid ol.